Hamınıza salamlar dostlar, necəsiz? Mən bir Amid. Bugün sizlərlə birlikdə öz hesabımı incələyəcəm, deməli gördüyünüz kimi. Hər nəysə, uzun sözün qısası, belə videoların gəlməsini istəyirsinizsə, like atıb kanala abunə olmağı unutmayın və sizin də bir yan hesabınız varsa hesabları da yoxlaya bilərik buradan. Haydi keçək öz hesabıma. Gördüyünüz kimi bir dənə 07'dir. Tanıyan tanıyır da TikTok'da zatda görmüsünüz. Belə nömrə yığmışam buna. Ukrayna nömrəsi, bir də Lada Jiguli logosu. Qabağında da gördüyünüz kimi Lada logosu yığmışam. Biraz da cici işləri eləmişik. Bu ferin sökmüşük. Bir də ki 2 dənə də Hello qoymuşuq və pərdə eləmişik. Bunlar heç. Deməli ikinci maşınımıza keçək. Maşınımız da Prioradır, Lada Priora. Deməli bu da yığılacaq, yəni pat presinə yığılacaq. Deməli qabaq buferi sökülüb. Bunu istəyirəm ki, qabaq buferin taxım. Başqa bir şey yığmaq istəyirəm. Amma inşallah yığılacaq və bunun da videosu gələcək. İndi isə sıradakı maşınımız. Bu isə Tofaşdı uşaqlar. Deməli bunu qara etmişəm. Buna yamaq zad vurulub. İndi boz rəngdədir. Qara eləmişəm ki, videoda gördüyünüz kimi bunu videolarda çəkmişəm, eləmişəm. Deməli arxada pərdə yığmışam. Bir də F1 logo yığmışam. Bir də ki belə Tofaş logosu yığmışam. Bir də X Arian yığmışam. Deməli budur maşınımız, sadə Tofaşdır. Yəni yamaqlar, zatlar da var. Göstərdim, baxın. Deməli göstərdim, baxın. Deməli bu daha. Deməli qardaşlar budur. Cedric logosuna qədər də var. Bunu boz eləmişdim, amma ki belə yanıb. Yəni boz eləyim bunu. Belə. Bunun rəngi belədir, belə dayanmışdı. Ona görə belə qoymuşam. Bunu da yığılacaq. Arxa logo yığılacaq buna da. Vaxtım yoxdur deyə yığa bilmirəm. Deməli 4-cü maşınımız da şahdır. Şahımız. Deməli Lada logosu yığmışam, hiçdir logo. Arxasına da bir də bunu tamamlamışam da. Arkaya da Azelov 14'ü yığmışam. Bu mənim favorimdir. Çox qəşəngdir, həddindən artıq. Bunu videolarda da çəkəcəm. Bunu çəkəcəm onsuz. Və 5-ci maşın. Deməli gördüyünüz kimi belə xəzər yığmışam. Bir şey çıxardacam, hədiyyədir. Ona görə. Pat presinə də ki yığılacaq, pat presi də. Bu tamamlanıb deyə pat presi də yığılacaq. Və 6-cı maşınımız isə Niva'dır. Bunun logosuna baxın. Deməli logo da yığmışam buna. Köhnə Niva'dır yəni. Ona görə deyirəm. Nə deyə. Ona görə belə göstərirəm. Çox köhnə Niva'dır. Yəni 2024-dən yığılmışdı. Qarajımda qalıb. Bunu əlimdə sürəcəm. Sonra bir dənə şestotumuz var, belə gördüyünüz kimi. Deməli bir dənə də belə BMW'miz var. Onu mən köhnə yığmışam. M3 logolu belə filan bəsməkan. Sadə yığmışam. Bunda amma yığılacaq. Bunu istəyirəm bu ferin sökəm. Drift maşını edəyəm, amma ki vaxt yoxdur deyə bilmirəm, yenə də deyirəm. Və TikTok'da da qoyduğum, YouTube'dan da qoyduğum Passat'ım. Deməli gördüyünüz kimi Passat bu cürədir. 3.2 motor Passat. Çoxsu deyir ki mənə verəcək. Bunu mən satmaram. Bir də ki şey eləmərəm, bu saxlayacam. Arxa pat presinə də bir şey yığacam. Bu da mənim ikinci favorimdir. Üçüncü favorimdə bu da Kia'mız. Dostlar baxın. Bunun üçün nə qədər əziyyət çəkmişəm. Bax Kia logosu da yığmışam. Hiçdir. Bu da çox qəşəngdir. Xoşladığınız hansı maşın oldusa, yəni deyə bilərsiniz. Mənim ən çox üçüncü favorim budur.
Deməli, sonraki maşınımız da budur. Biri verib mənə, hədiyyə veriblər. Bu da çox qəşəngdir, sadə yığılmışdı. Sonra bax qaqa. Bunun nömrəsini mən yığmışam. Bir də logosu da mənlikdir. Mən yığmışam. AMG logosunu da yığmışam. C63 logosunu mən yığmışam, özüm yığmışam. Belə yığmışam. Disklər də bu cürə. Bu da yığılacaqdır. Arxa patpresinə nəsə yığacam. Bu hələm tamamlanmayıb. Bəzi maşınlar tamamlanmayıb. Yəni patpresi tamamlanmayıb. Bunlar amma tamamlanıb. Nəysə. Bu da qəşəngdir. Bu da mənim. Yenə də AMG logolu Mercedesimiz 4 gözümüz. TikTok'da da görmüşsünüz deyəsən. Bunu mən favori edəcəm. TikTok'a çıxardacağam. Baxın, arkasına Allah yazmışam. Çox qəşəng yığmışam həqiqətən. Bu mənim ən birinci favorim budur. Bunu heç vaxt satmaram. Bunu çox xoşlayıram, həddindən artıq. Sonra bir dənə də Volkswagen logomuz var. Volkswagenimiz sarıdır. Və köhnə. Mənə görə bu da yaxşıdır. Mən buna çox əziyyət çəkmişəm. Və ondan sonra da bir dənə də belə BMW'miz var. Sadə yığmışam, arxası bu cürünə. Bunun həm də arxasına Kafkaz nömrəsi qoymuşam, Rus nömrəsi. Rus nömrəsi silinib deyə, yəni nömrələr yoxdur burada. Sonra bu mənim Fordumdur. Elə bir mənim Fordum olub canlıda logosu silinmişdi. Onu canlıdakı takipçilərim bilər, yəni. Bu da mənim Ford logomdur. Bu da qəşəngdir, həddindən artıq çox qəşəngdir. BMW logolu. Arxası patpresdəki Amit şöp. Gördüyünüz kimi belə yığmışam maşınımı. Həqiqətən bunu da çox əziyyət çəkmişəm. Yəni özüm yığmışam. Yəni heç bir kiməsə deməmişəm ki, başqası yığsın. Mən özüm yığmışam bunu və özüm də əziyyət çəkmişəm buna görə. Həqiqətən bu da çox qəşəngdir. Mənə görə bu da favorimdir. Və sonraki maşınımız da Range Rover. Bunu mən saxlamışam. Köhnə maşınımdır deyə saxlayıram. Bəziləri çox xoşlanmır deyə etmirəm. Ona görə də belə dayandırmışam. Bunun da videosundan bunu silməyəcəm. Saxlayacam uzun ömür. Mənə görə yaxşıdır da. Sonra sıradakı Daewa'mız. Hyperdoklu 204'ümüz buradadır. Və qabağında da belə şeylər yığmışam. Arxasını da görsədim sizə. Arxasını bu cürə yığmışam dostlar. Gördüyünüz kimi arxasını Daew'a yığmışam. Sizin xoşunuza gəldisə çox sağ olun. Kimisə xoşuna gəlməzsə, yəni problem deyil. Canlar sağ olsun. Amma mənə görə yaxşı yığmışam. Biraz da əl gəzdirsəm bəlkə çox qəşəng var. Hər nəysə, bunu da mən xoşuma gəldi. Sonra və mənə hədiyyə buradan Gloversə salamlar və çox sağ olsun ki, yəni o videoda gördüyünüz kimi Gloversin xəritəsi idi və mənə hədiyyə etdiyi bu maşın oldu, Ferrari. Həqiqətən çox sağ olasan, var olasan. Allah sənə uzun ömür, can sağlığı versin. Həmişə dostluğu, həmişə Allah nəysə. Belə həqiqətən bu maşın da zordur. Puanlamalarda, zatlarda da görmüşəm. Həqiqətən çox qəşəng maşındır. Bir dənə bunu belə şey eləsəm yaxşı olardı da. İnşallah belə spam yemərəm YouTube'dan. Və son maşınımız da budur. Bunu da Yuska mənə hədiyyə eləyib. Çox sağ olsun. Land Rover'dir, Range Rover. Bu cürə. Həqiqətən bu da çox qəşəngdir. Gerbinə baxın. Mən ən çox xoşladığım gerbidir. Həqiqətən çox qəşəng. Əllərinizə sağlıq. Və bu qədər uşaqlar. Maşınlardan deməli, yığılmış maşınlarımdan deməli burada 21 dənə yığılmış maşınım var və qalanları isə 52 dənə maşınım var, amma 21 dənə yığılmışdı. Bunları da mən yaxın zamanlarda inşallah yığacağam, yəni
Bir dənə like atsız, takip eləsiz, bəlkə yığacam. İnşallah, amin. Nəysə, deməli uzun sözün qısası gəlib nömrə yerinə. Deməli nömrələrdən nə yığmışıq? İlk öncə bu. AZ007 Amerika nömrəsi yığmışam. Mənə ən çox Amerika nömrəsi maraqlı gəlir deyə Amerika nömrələri yığıram. Mənə görə bu da yaxşıdır, pis deyil. Əgər istəyirsinizsə belə dəyişsət, problem deyil. Bunu düzəldə də bilərəm. Yəni mən özüm düzəldərəm. Biraz bir-iki dənə səhvlik var, amma onları da düzəldəcəm inşallah. İkinci isə tekstlə yığdığım Azərbaycan nömrəsidir, 77. Nəysə, bu nömrənin adını çəkmirəm. Bunu da mən özüm yığmışam. Ondan sonra üçüncü nömrəmiz. Bu da Amerika nömrəsidir, amma yuxarıda India yazılıb. Burada da özüm eləmişəm, yəni kimin xoşuna gəldisə like atsın. Və bir də budur. Yox. Səfirlik nömrəsi yığmışam. Gördüyünüz kimi bu cürə. Buna biraz dəyişikliklər eləyəcəm. Bayraq qoyacam. Bir də ki, cipinci adın rəngin kodunu axtaracam. Bir də ki, nömrəni də biraz dəyişəcəm. Seriya nömrəsinin əlindən gələni eləyəcəm ki, yəni vinillə yığım. Hər nəysə, inşallah, yəni əl qabiliyyətimi genişləndirərəm inşallah. Və burada da nömrələrimiz boşdur. Bu boşdur. Buna da bir nəsə yığacam. Və bir dənə də Azər nömrəsi yığmışam. Bunu siləcəm. Onun yerinə Rus nömrəsi qoyacam buna. Buna Rus nömrəsi gedəcək. Deməli, nəysə uşaqlar. Bunu da belə qoyaq. Deməli, bu qədərdir. Mənim hesabımda bu qədərdir, yəni. İstəyirsiniz karakterimi də görsədim. Yəni karakterim də budur. Gördüyünüz kimi. Deməli hesabım bu cürədir. Əgər belə videoların gəlməsini istəyirsinizsə kanalıma abunə olub like atmayı unutmayın. Və sizin də hesablarınız varsa hesab da incələyə bilərik və görə bilərik. Siz bu hesaba neçə puan verirsiniz onu da yaza bilərsiniz. Öpürəm sizi, özünüzdən müğayət olun. Sağ olun, salamat qalın. Allah amanında. Matçı, bay.